Salam, hər vaxtınız xeyir olsun, əziz abitentlər, dəyərli müəllimlər. Bu günləri biz deməli Elementor Akademiyinin təşkil elədiyi 2000 sınav imtahanının izahlarına baxacağıq və hal-hazırda qarşımızda olan 11-ci siniflər üçün, 1-ci və 4-cü qruplar üçün deməli sualların izahıdır. Burada sualların eyniliyi olduğuna görə hamısı birlikdədir. Situasiya tapşırıqları, ətraflı tapşırıqlar. Ona görə sualları ümumi şəkildə izah edirəm. 1-dən 27-yə qədər sualların nömrələri eynidir. 20 situasiya və ətraflı cavab tələb olunan tapşırıqlar isə sonda ayrı-ayrılıqda seçib qeyd eləmişəm. Başlayaq vaxt itirmədən, deməli, ilk sualdan. Deməli, birinci sualda bizə nə deyir? A-nı hesablayın. A nədir? A, XO3 molekulunda olan protonların ümumi sayıdır. Deməli, bunu necə hesablayacaq? Başlayaq. Deməli, H2XO4 ilə protonların sayı 50-yə bərabərdir. Və biz buradan hesablayıb X tapa bilərik. Hidrogenin bir protonu var. Deməli, 2-ni vururuq 1-ə, 2, gələk. X-in proton sayını bilmirik. X qəbul edirik. Oksigen proton sayı 8-dir. 4-ü 8 alanda 32 edirik. Bərabərdir 50-yə. Buradan da X-in 16 olduğunu tapırıq. O 16-nı gətirib burada istifadə etsək, 16 üstə gələk. Deməli, bir oksigenin 8-dən əldə dediyimiz ki, proton sayı 3-ü 8-ə vuranda elədi 24. 24 16-nı toplayanda elədi 40. Deməli, doğru cavab variantımız oldu Y variantı. Növbəti suala keçək. Növbəti sualımız Venn diaqramıdır. Venn diaqramında bizə hidrogen və oksigen verir və Venn diaqramında olan ifadələri müəyyən edin. Molekulunda bir sigma rabitə var. Bunların molekuların quruluşlarını, qrafik quruluşlarını açaq. Baxaq. Deməli, molekulunda bir sigma rabitə, hər ikisində bir sigma rabitə var. Yəni, hidrogenin sadəcə sigmadır, oksigenin bir sigmadır, bir pidir. Yəni, bir sigma rabitə var ifadəsi hər ikisinə aiddir. A, ortaq xüsusiyyət olaraq qəbul olunur. Molekulunda bir pi rabitəsi var, təbii ki, bu oksigenə aiddir. Havanın tərkibində olur, bu da oksigendir. Hidrogen havanın tərkibində olmur. Havadan yüngüldür, amma o hidrogendir. Və suda pis həll olur, o hər ikisinə aid olacaq. Y variantı ortaq olaraq gəldi. Deməli, 1D, 2AY, 3BS. Doğru cavab variantımız oldu. A variantı. Daha sonra. Davam edən növbəti sualından. Üçüncü sualda naməlum azad oksidin 11 qramında 4 qram oksigen varsa birləşmənin sadə formunu tapın. Deməli, azad oksidin oksid ümumilikdə 11 qramdır və 4 qram oksigen var. 11-dən 4 çıxanda onda belə çıxır 7 qram azot var, 4 qram da oksigen var. Azotla oksigen 7-nin 4-ə nisbətinə birləşir. Sadə nisbətlər qanununa əsasən bunların da kütlələri, verilmiş nisbətləri öz ayələrinə yəni bölsək, biz formunu tapa bilərik. Deməli, artıq bu bölmə işarəsi burada olur, bu biləyik, buradan silək. Deməli, bunu həll edəsək, burada olacaq 2-də 1, 1 vurulsun, deməli, bölünsün 4-də 1 olur, amma biz vurulsun yazıb 4 bölünsün 1 yazsaq. Deməli, yuxarıda qalır 2, aşağıda qalır 1. Deməli, bu da N2O verir bizə. Yəni, azotun indeksi 2, oksigen indeksi 1. N2O variantımız da A variantındadır. Növbəti suala keçirik. Növbəti sualımız 4-cü sual. Görək nə deyir bizə 4-cü sualda. 4 mol X maddəsinin tam yanmasından 12 mol CO2 əmələ gəlmişdir. X maddəsini müəyyən edək. 12 mol CO2-nin tərkibində olan karbon, deməli, elə X maddəsinin tərkibində olan karbon qədərdir. Deməli, burada 12 karbon olub. Deməli, X maddəsinin tərkibində də 12 karbon olmalıdır. Amma X maddəsi 4 moldur. 12 olması üçün karbonun indeksi neçə olmalıdır? 3. Yəni, karbonun indeksi 3 olan variantları seçməliyik. Deməli, doğru cavab variantımız olacaq yalnız 3. Çünki 4-ü 3-ə vuranda 12 edik. Yəni, maddə kütləsini saxlama qanunu var. Sağ və sol tərəflərdə atomların kütlələri cəmi bərabər olmalıdır. 5-ci suala baxırıq. 0.4 molun kütləsi 23.2 qram olan qazın havaya görə nisbi sıxlığını tapmaq lazımdır. 0.4 molu, deməli, nə qədərdir? 23.2. Bəs 1 mol nə qədərdir? 1 molu tapıram X, X olur 58. Deməli, 58 isə havaya görə deyirsə, 58 də bölürəm havanın kütləsini, yəni 29-a, olur 2. Havaya görə nisbi sıxlığı bərabərdir nəyə? 2-yə. Keçin növbəti suala. 1,505 vurulsun 10 üstü 24 sayda dəm qazı molekul, yəni C molekul neçə qramdır? 1,505 vurulsun 10 üstü 24-ü mən ilk öncə mola çevirərəm. Görüm nə qədər moldur bu. 6,2 vurulsun 10 üstü 23-ə böldüm. Bu da elədi 2,5 mol. Deməli, 2,5 mol edir və CO-nun emeri, yəni emer CO-muz da bərabərdir 28-ə. Deməli, 1 mol 28-i, 2,5 mol nə qədərdir? 2,5-i vurarım 28-ə,
O da edəcək 70. Doğru cavab variantımız A variantı. Növbəti suala keçək. Növbəti sual 7-ci sualdır. Sabit fonit elementləri müəyyən edin. Sabit fonit elementlər hansılardır? Biz bilirik ki, dəmir dəyişkən monetidir. Dəmirə görə bu variantdır. Manqan dəyişkən monetidir. Kükürt dəyişkən monetidir. Və azot dəyişkən valentlidir. Maqnezium sabit 2, hidrojen sabit 1, flor sabit 1 valentlidir. Doğru cavab variantımız C variantıdır. Maddənin 0,125 molunda 1 mol X və 2 mol Y atomu olan birləşmənin formulu. Əgər maddənin 0,125 molunda 1 moldursa, bu maddənin özü hepimiz 1 mola gətirək. 0,125-i nəyə vuranda 1 mol verir? 4-ə vuranda. Deməli, verilmiş rəqəmlərin hər birini 4-ə vursaq, yəni 0,125 molunda 1 mol X-dirsə, 1 molunda olacaq 4 dənə X. 0,125 mol maddədə 2 mol Y varsa, 1 mol maddədə 8 dənə Y olacaq. Deməli, X4, Y8 doğru cavab variantı A-dır. Atom nüvəsinin yükü hansı hissəciklərin hesabına yaranır? Nüvənin içərisində nə var idi? Proton və neytron var idi, bilirik ki. Nüvənin deməli, nüvəyə yük verən, nüvəyə müsbət yük verən protonun müsbət yüküdür. Yükü sadəcə proton verir, amma kütləsini nə əmələ gətirir? Proton, neytron ikisi birlikdə. Amma bizə yük dediyinə görə biz proton seçəcəyik burada. Daha sonra keçirik növbəti suala. Növbəti sualımız 10-cu sualdır. Hansı sırada deməli, bütün elementlər hidrogenlə uçsuzluğu olmayan, yəni qaz halında olmayan birləşmə əmələ gətirir. Biz də bilirik ki, bu metallı birləşmələr olmalıdır. Demək, burada da metal birləşmələri, metalların hidrogenə birləşməsi, yəni maqnezium, natrium və kalsium ola bilər. Doğru cavab variantı A variantıdır. Karbon qeyri-metallı onun hidrogenə birləşməsi qazdır, florun hidrogenə birləşməsi qazdır, silisyum hidrogenə birləşməsi qazdır, karbon hidrogenə birləşməsi qazdır. Ona görə doğru cavab variantı A variantı. X mənfi 2, X müsbət 4, X müsbət 6 cəmi 40 elektron varsa X atomun nüvəsinin yükünü müəyyən edin. Deməli, biz bilirik ki, hamısı eyni elementdir və protonların sayı eynidir. X mənfi 2 yazıram. Bu proton sayında X qəbul edək. Onda bu elektron sayı nəyə bərabər olacaq? X üstəgəl 2. Deməli, bəs X müsbət 4-ün elektron sayı, onda bura X yazsaq, olacaq X sıx 4. Bu elektron sayı oldu X sıx 4 və X müsbət 6-nın elektron sayı olacaq X sıx 6. Deməli, bu elektron sayılarını dairəyə aldıqlarım elektron sayı toplayıram. Deməli, X sıx 6 üstə gələk X üstə gələk 2 üstə gələk X sıx 4. O da bərabərdir nəyə? 40. Buradan da X-imiz bərabərdir nəyə? 16 olmalıdır mən bilən. 3X, 16, bəli. Doğru cavab variantımız olur A variantı. Daha sonra 13-cü suala baxırıq. 13-cü sualda qısa elektron formu deməli 3s100pg olan elementin dövr sistemi mövqeyi 3s100pg deyirsə, bu xaric təbəqənin nömrəsi 3-dür. 3-cü dövr və xaric təbəqədə olan elektronların sayı cəmi nəyə bərabərdir? 4-ə bərabərdir. 4-cü qrup elementi olduğuna görə də əsas yarım qrup yerləşir. 3-cü dövr, 4-cü qrup əsas yarım qrup, yəni doğru cavab variantımız olur D variantı. Daha sonra keçək növbəti suala. Hidroksonium ionunda deməli, oksigenin oksigenləşmə dərəcəsi və valenlikliyi. Hidroksonium ionu biz bilirik ki, H3O müsbət yazılır. Oksigenin özü istisna birləşmələrində bir CO-da bir də hidroksonium ionunda oksigen neçə valent olur? 3 valent olur. Çünki özünü 3 hidrogen birləşdirir. Oksigenləşmə dərəcəsi isə dəyişmir, mənfi 2 olaraq qalır. Bu qayda olaraq bildiyimizdə ki, bunu yaza bilərik, amma ən pis ehtimalla H3O-da tutaq ki, oksigenləşmə dərəcəsini tapmaq istəyirsə, hidrogen müsbət 1 qoyub, mötərizə alıb buna X yazsaq, 3 üstə gəlinsin X bərabər müsbət 1, X bərabər mənfi 2 olduğunu tapa bilərik. Yəni, tapma qaydasını bilirik. Düzdürmü? Daha sonra keçirik 14-cü suala. Qeyri-metallara aid olan X elementinin atomunun birləşmələrdə ən böyük oksigenləşmə dərəcəsi müsbət 6-dır. Biz bilirik ki, qeyri-metallara aid olan X elementinin ən böyük müsbət 6-sı da ən böyüylə ən kiçiyinin arasındakı fərq 8 vahiddir. Ən böyük müsbət 6-dırsa, ən kiçiyinin olmalıdır mənfi 2. Müsbət 6 mənfi 2-nin cəbri cəmi neçə eləyəcək? Müsbət 4 eləyəcək. Doğru cavab variantımız olacaq Y variantı. Daha sonra keçirik növbəti sualı 15-ci sualda. 15-də nə deyir bizə? 15-də deyir ki, hansı ifadələr doğru deyil? Baxaq, deməli 15-də CO molekulunda karbon donordur. Xeyr, karbon donor deyil, oksigen donordur. Doğru olmayan biridir. NH4-də hidrogen akseptor hidrogen, düzdür, hidrogen hər zaman akseptor olur. H2O-da da eyni qaydana hidrogen akseptordur, bu da düzdür. Səhv olan variant lazımdır bizə, səhv olan olacaq yalnız 1. İkinci qrupun
Deməli, əsas yarım qrup elementləri nədir? İkinci qrupun əsas yarım qrup elementləri metallardır, düzdürmü? Altıncı qrupun qeyri-metalları ilə altıncı qrupa yerləşən qeyri-metallarına deyir ki, hansı rabitəni əmələ gətirirlər? Metalla qeyri-metal hansı rabitəni əmələ gətirə bilər? Təbii ki, ion rabitəni əmələ gətirəcək. Doğru cavab variantında qeyd edirik. Keçin növbəti sual. 17. Kimyəvi hadisələri müəyyən edin. Kimyəvi hadisələrinizi müəyyən edəcəyik. Deməli, baxaq. Spirtin buxarlanması fiziki hadisədir. Kürdün yanması deməli kimyəvi hadisədir. Ərimə fiziki hadisədir. Yarpağın çürüməsi deməli kimyəvi hadisədir. Kimyəvi hadisələr dediyinə görə 2 ilə 4 olacaq. Yəni D variantı olacaq. Gücsüz hissəciklərin sayı, yəni neytronların sayını soruşur bizdən. Biz baxırıq ətrafda 1, 2, 3, 4 elektron varsa 4 dənə proton olmalıdır atomda. Deməli, burada 4 dənə sayı 4 olan bu bənövşə rəngdə olan atomlar, hissəciklərdir. Onda bu yaşıl rəngdə olanlar neytronlardır. 1, 2, 3, deməli 4, 5. Doğru cavab variantı olacaq. B variantı. Daha sonra davam edək. Davam edək uşaqlar. Deməli, 19-cu suala baxırıq. Deyir ki, biz 19-da hansı atomun kütlə ədədini A kütlə ədədi, yəni ayrı deyək də belə. A üstəgəl B üstəgəl 3 kimi yazmaq olar. Variantlara baxsaq, məsələn, bu neytron sayı, proton sayı verir qrafikdə bizə və biz bu ikisinin cəmi bizə ayrı verir, AKV-ni verir. Z-in kütləsi A üstəgəl 2 üstəgəl B olmalıdır. A üstəgəl 1 üstəgəl 2. X-in kütləsi A üstəgəl B-dir, amma Y-in kütləsi A üstəgəl 1 üstəgəl B üstəgəl 2. O da olur A üstəgəl B üstəgəl 3, yəni verilmiş kimi. Doğru cavab variantı olacaq Y, yalnız Y, yəni A variantı. X17 7 müsbət iyonda neytronların sayı elektron sayından 2 dəfə çoxdur. Elektron sayı nə qədərdir? 17 7 müsbətdə 10 dənə. Deməli, neytronun sayı elektron sayından 2 dəfə çoxdur. Onda bura 20-dir. 20-dirsə, onda neytron 20, 17 proton toplam 37 eləmir kütlə. Kütləni soruşur bizdən 37 olacaq. Keçirik növbəti suala. Növbəti sualımız 21-ci. Atom kristal qəfəsi əmələ gətirənlər. Atom kristal qəfəsi əmələ gətirən 7 birləşməkdir. Silisium, silisium karbid, silisium O2, H2, silisium O3, bor, karbonun almaz qrafiti, almaz qrafit, deməli fosforun qırmızı və qarası. Deməli, burada da atom kristal qəfəsi soruşur, gətirmir deyir. Burada gətirmir deyir. Gətirmir deyirsə, silisium O2, silisium karbid, bor, almaz 7 doğru cavab variantı olur CO2. Verilmiş temperatur maddənin qaynama temperaturundan kiçik, ərimə temperaturundan yüksəkdirsə, onda maddənin aqreqat halı nə olacaq? Deməli, may olacaq. May temperaturu intervalları. Deməli, qaydamız da belə ki, T ərimə yazırdıq, T qaynama yazırdıq. Qaynamadan çox olanda belə verilən temperatur maddə olurdu qaz halında, ərimə ilə qaynama arasında maye, ərimədən kiçik olanda bəş halda olurdu. Keçirik növbəti suala, 23-cü suala. 23-dən verir bizə 9,3 qram natrium yodu kibrusun XH2 kristal hidrat qızdırılan 7,5 natrium yodu damlıb X hesablayın. Deməli 9,3 ümumidir, 7,5 natrium yodu alıb. Natrium yodu 7,5-dir. 7,5. Onda 9,3-dən 7,5 sana qalır. H2-muza nə qədər? 1,8. Deməli 7,5 ilə 1,8 birləşib. Normalda natrium yodunun özü 150, 150 ilə birləşir 18x. Deməli, bunu da həll edəcək. 20 dəfə artırsaq, 36x olur 2. Deməli, doğru cavab variantımız 2 oldu. 0,5 molun kütləsi 13,35 qramdır. Deməli, 1 molun kütləsi nə qədər olacaq? 0,5 molu 13,35 qramdırsa, 1 molun kütləsi x bərabərdir 267 olur. 267-dən çıxıram 3 dənə bromun kütləsi, yəni 3-ü vururam 80-da nə qədər edir? 240, o da olur 27. Deməli, x-in kütləsini soruşurdu 27. X26 elektronların neçəsi sonuncu təbəqədə yerləşir? 26-dan 84, 2, 3, D6 şəklində açılır. Əvvəlini açmıram. Və sonuncu təbəqə 4-cü təbəqədə neçə elektron yerləşdi? 2 elektron yerləşdi. Doğru cavab variantı 2. 0,125 mol hidrogen və 0,175 mol oksigendən ibarət qaz qarışığını nəsə yetirdi. Litrdən soruşsa molları toplayırıq. 0,125 ilə 0,175-in cəmi edir 1 mol. 1 molumuzda nə qədər tutur? 22,4 litr. Bunu da burada qeyd eləmiş olduq. Keçirik növbəti suala. Növbəti sualımız nədir? Fosfor üzrə oksigen PCO5 əmsallaşdırın və fosforun əmsalını tapın. Burada oksigen 5 olur, 5 dənə olur, 5 bura, 2 buraya yazıb, qarşılıq təsirdə olaraq fosforun qabağına olacaq, 4 düşəcək, cavab olur 4. Daha sonra burada deməli uyğunluq sualı kütlə payının tapılmasına aiddir. 1, 2 və 3 yazsaq, kütlə payı 50% olan, yəni oksigen kütləsi ümumi kütlənin 50% olan. SO2 demir 64-dür. Oksigen 32-dir. 32-ni 64-ə böləndə buramda 100%-ə edir 50%.
3'ə gəldi A. Həmçinin ona uyğun gələn bir dənə də Y variantı var. Boş 3-də 32-dir. MN hesablasında görəcəksiniz. Oksigen 16, bu da 50% eləyir 100%-ə vuranda. Deməli, bu da oldu 3AY. Deməli, kalsium karbonatının ümumi ömrü 100-də oksigen 48-dir. 48-i bölürəm 100-ə. O deyir 48%, 2-yə gəldi. Deməli, B. Təbii ki, C də gələcək. Bura D isminə uyğun gəlmir. Hesablayıb tapa bilərsiniz. Bizcə 2B, 3AY. Daha sonra növbəti suala keçirik. Növbəti sualımız təbii ki, ətraflı yazılı təzahürat tələb edənlərdir. Diqqətlə baxsaq, deməli 672 litrin deməli neçə molekul saxlayır və neçə qramdır? A-nı həll etsək 672-ci nəyə bölməliyik? 22,4-ə tapmalıyıq ki, bu neçə moldur? 0,3 moldur. Və 1 molumuz N-a qədər, yəni 672 vursanız 23 qədər hissəsi tutursa, 0,3 molumuz nə qədər tutar? 0,3 vururam, 672 vursanız 23-ə, o da bərabərdir, nə qədər eləyir? Deməli, 1,806 vurulsun 10 üstü 23 və yadda saxladıq. Daha sonra keçirik nəyə? Deməli, neçə B-yə keçib, belə deyək, neçə qramdır? 0,3 molumuz neçə qramdır? 1 molumuz oksigenimiz 32-də 32-yə vuracaq. Eləyəcək 9,6 qram. Deməli, belə yadda saxladıq. Və 29-a baxaraq. Alüminium kəsidə üçün 1 molunda olan rabitənin əmələ gəlməsində neçə mol elektron iştirak edir? Və birləşmədə kürdün oksigenləşmə dərəcəsini tapın. Deməli, biz bilirik ki, mürabitə sayı oksigenin sayını valentə vurmaq tapılır. 3-ü 4-ə vurdum 12, 12-ni vurdum oksigen valentindəki 2-yə elədi 24. 24 rabitə var və bir rabitəndə 2 elektron yaradır. Ona görə 48 dənə elektron rabitənin yaranmasına iştirak edir deyə bilərik. Və burada da kürdün valentinin oksigenləşmə dərəcəsi tapılır. Alüminium kəsir 4 3 dənə. Və biz bura x bura mənfi 2 bura müsbət 3 yazıb 2-ni 3-ə vurdum 6 üstə gəlinsin 3x üstə gəlinsin mənfi 24 bərabərdir 0 yazsaq x-i nə taparıq? Müsbət 6. Bu hansı qaydaydı? Molekul atomların oksigenləşmə dərəcələrinin cəbri cəmi nəyə bərabər idi? 0-a bərabər idi. Keçirik 16-cı, daha sonra 30-cu suala, sonuncu sualdır. Deməli, bizə nə deyir? 16 qram kürd tam yananda neçə qram SO2 alınar və neçə litr oksigen sərf olunur? Kürd yandıraq, kürd sirli oksigen alırıq, SO2 əmsalla ehtiyac yoxdur. 16 qram kürd yananda neçə qram SO2 alınır? X qram. Normalda 32 qram, 64 qramdır. Emellərə əsasən X-imiz 32 qram olacaq və bu A-nın cavabıdır. Təbii ki, B-də nədir? B-də neçə litr oksigen sərf olunur? Təbii ki, 32-yə sərf olunur 22,4 litr, yəni 1 mol 16-ya Y litr yazaq belə. Təbii ki, burada Y-imizə nəyə bərabərdir? Bərabərdir 11,2 litrə. Deməli, bu da belə. A və B tapıldı. Keçirik növbəti suala. Bitdi daha doğrusu. Deməli, indi həmin testin 4-cü qruplar üçün, yəni 9-cu sinif və 11-ci sinif 4-cü qruplar üçün olan situasiyasını oxuyaq. Deməli, sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 28 uğursuz tapşırıqları daha fərqli yeni etirin. Nəzərə alınan ki, hər tapşırıqda o əldə olan nəticə, alınan nəticələr həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Oxuyaq situasiyamızı. Şarjlər təcrübəsi üçün içi müxtəlif qazlarla doldurulmuş 3 şar götürürlər. Birinci şarı natiq üfürərək doldurmuşdu. İkinci şarda həmən hidrogen qazı ilə doldurub, Hüseyin isə bildirdi ki, üçüncü şarın kimya tərkibi havanın tərkibi ilə eynidir. Şarları eyni məsafədən yerə buraxan gülər müşahidə etdi ki, natiqin şarı aşağı düşdü və həmən şarı isə yuxarı qalxdı. Və həmən şarın yuxarı qalxması səbəbi və natiqin şarının aşağı düşməsinin səbəbi nə idi? Deməli, rəhmənin şarı hidrogen qazını doldurmuşdu. Hidrogenin kütləsi havanın kütləsindən çoxdur, yəni çox yüngüldür. Havanın kütləsi 29, hidrogenin kütləsi 2-dir. Havadan yüngül olduğuna görə, deməli, bu uçur. Üzü yuxarı uçur. Qalxır, belə deyək. Natiq şarı üfləyərək. Üfləyəndə, məsələn, biz bilirik ki, nəfəsimizdə, məsələn, oksigen alıb karbon qazını buraxır. Karbon qazı var, bunun kütləsi 44-dür. Ən pis ehtimalı buna əsasən, deməli, o şarın düşmə ehtimalı var. Çünki havanın kütləsi 29, 29-dan ağır olan qazlar olanda şar təbii ki, yerə enməlidir. Üçüncü şarın içindəki qazların orta maliyyə kütləsi. Bu çox sadə bir sualdır. Üçüncü şarda nə var idi? Tərkib havanın tərkibi ilə eynidirsə, orta maliyyə kütləsi ilə havanın orta maliyyə kütləsi ilə eyni olacaq. 29 qram bölünsün mol olacaq. Deməli, bu da hazırdır. Daha sonra keçirik və sonuncu suala. 1 mol rəhməni deyir ki, bizə 1 mol rəhməni şandakı qazdan, yəni hidrogendən 1 mol və 1 mol oksigendən ibarət qaz qarşıya götürmüşəm. Helium'a görə sıxılımı hesablayın. Təbii ki, biz bunun birinci M ortasını tapmalıyıq. M orta bərabər 1 2-yə vurdum, 2 üstə gəlsin. 1 32-yə vurdum, 32 böldüm 2-yə 17 elədi.
17 ortasında və heliuma görə soruşursa, D helium bərabərdir 17-ni də bölürəm helium kütləsinə. O da nə qədər eləyəcək? Deməli, 4 tam %25. Doğru cavab var. Doğru 4,25. Suallar bitdi. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. İnşallah Elementor Akademi olaraq növbəti sınaqlarda qoşularsınız və növbəti hər sınağın izahı YouTube kanalımızda olacaq. Daxil olub imtahandan sonra izahları izləyə bilərsiniz. Xoş seyirlər. Hər bir şagirddə uğurlar arzu edirəm. Uğurlar sizin olsun. Sağ olun.